Salam dostlar, mən Muhammed. Bu günlərim sizlərlə birlikdə ərəb dili part 4. Bəli dostlar, 12 dənə hərf keçmişdik. Bu günlərim 4 dənə daha hərf keçəcəyik. Bir də bir şey deyəcəm. Üzr istəyirəm, çox üzr istəyirəm. Bir neçə gündür vaxtım yox idi deyə video çəkəmirdim. Bu günə kimi əlif, bə, tə, sə, cim, hə, xa, dəl, hə, xa, dəl, zəl, ro, zə, sin keçmişdik. Dostlar, bu günlərim şin, sad, dad, to. Bunları keçəcəyik. Baxın, əvvəldə sadlə dad belə yazılır. Bəli dostlar, çox hərf bir-birinə bənzəyir. Sadəcə bir nöqtə filan dəyişiklik olur. Sad belə yazılır. Hərf belədir. Əvvəldə belə yazılır. Ortada belə yazılır. Sonda belə yazılır. Bunlar belə yazılır. Dəqiqə. Dostlar, sadə şeydir. Nöqtə yoxdur. Saddad. Dostlar, bir dəqiqə. Dostlar, bir şey fərq elədiniz. Dostlar, üzürlü sayın. Bunu yazmaq, buradakı nöqtəni yazmaq yadımdan çıxıb. Çox üzr istəyirəm. Çox. İndi şin. Şin də sadın bacısı kimi bir şeydir də. Eynidirlər. Prosta şinin 3 dənə nöqtəsi var. Eyni sə var. Sədəki kimi şinin də 3 dənə nöqtəsi var. Sin, şin, sad, dad, to. Başdan oxuyaq. Əlif, bə, tə, sə, cim, hə, xa, dəl, zəl, ro, zə, sin, şin, sad, dad, to. Dostlar, yoruldum bunlar sayana kimi bir nəfəsdə. Baxın, dad, bir dəqiqə. To, to'da isə əvvəldə belə yazılır. Hərfin özü necə yazılsa elə. Ortada belə, sonda da belə. Dostlar, burada belə olmasına baxmayın. Buradan bir daha xətt gəlir. Dostlar. Nə deyim də, daha 4 dənə hərf keçdik. Görürəm ki, videoya abunə olmamısan, like atmamısan, hər də videonu izləyirsən. Onda 5-dən geriyə sayıram. Tez abunə ol, like at. 5, 4, 3, 2, 1. Bu günlərim keçdik. Şin, bir dəqiqə. Çaşdım. Dostlar, çaşdım, sin dedim. Sin, şin, sad, dad, to'nu keçdik. İndiyə qədər 18 dənə hərf keçmiş olduq. Mübarək. Dostlar, mən bu günə kimi nə qədər çalışsam da bu qədər hərfi mən ərəb dilində heç vaxt keçirməmişəm. İlk dəfə keçirəm və kanalımız 37 abunə olub sizin üçün. Sizlərə çox təşəkkür edirəm. 50 abunəyə də çatdırarıq inşallah. Dostlar, bu videodan da bu qədər olsun. Videomuzun sonuna gəldik. Görüşmək üzərə. Bay bay.